Salam dostlar, bugün sizlerle beraber Stila Branyat oynuyoruz. Kanalımızın ilk Roblox videosudur. Ümid edirəm ki like atıp abone olarsınız ve kanalımı oradan izleyersiniz. Oğramat saçırlar uşaqlar. Ham oğramat saçır. Vuram uşaqlara. Yaxşı. Əvvəllər Brawl Stars videolar atırdım, indi isə atmıram. Çünki Brawl Stars az oynayıram deyə ata bilmirəm. İnşallah PUBG videoları da gələcək videoya və PUBG videolarında hamısı sevir deyə onları da seçəcəm. Mənim bir dənə dostum var, Yusuf və bir dənə də Ümid var. Onları da kanala dəvət edəcəm və qrup yaratmış olacaq və videolarımızda onlar da iştirak edəcək. O yerim açılıb, mən bağlamalıyam. Rebirth atmaq üçün mənə 500k lazımdır. Çox lazımdır. Məndə neçə k var? 125k var. Çoxdur oradan da. İndi bu Rebirth atmağı çalışacağım. Yanımda əgər Yusuf və Ümid olsaydı hızlı atardım. İndi isə onlar yox deyə ata bilmirəm. Onların işləri var. Ona görə ata bilmirəm. Ümid dostumun TikTok səhifəsi var. İstəyirsiniz ona da izləyə bilərsiniz onu da. Amma YouTube yox, TikTok çəkir. Mən YouTube çəkirəm. Bir də dostlar, bizdən bir şey soruşacağım. Kostyumum qəşəngdir yoxsa pisdir? Qəşəng deyənlər yoruma 2 yazsın. Pis deyənlər 1 yazsın. Baxaq kim daha önde olacaq. Yorumlarınızı yanmışam. Səbirsizliklə gözləyirəm. Anzolu binli pizzanı indi gəlir. Birində beyza açıq olmuş ki, bir ondan oxuyaq. Dostlar, belə eləsə, yəni ki, Rebirth atmadan video çəkə bilərəm. Əslində zarafat edirəm, çünki Rebirth atıp ya videonu söndürəcəm ya da deyib. Yəni axır bu gün Rebirth atacam uşaqlar. Heç narahat olmayın. Bu gün %50 şansı Rebirth atacam. PUBG videoları da olacaq. Onu da özüm çəkəcəm. Çünki dostlarım PUBG oynamır. Onları da ikna edəcəm ki, oynasınlar. Birlikdə oynayacağıq. Yaxşı uşaqlar. Dur, balon lollorim. Sivinina bomba. Yelomu yeniden alalım. Aldım.
Düş. Uşaqlar, şey deyəcəm, videolarım biraz kısa olabilir çünkü çox fazla eləyə bilmirəm, video çəkə bilmirəm, çox üzr istəyirəm. Amma yenə də nə qədər bacaram, o qədər uzun eləyəcəm. Üstəlik də PUBG videolar çox uzun olacaq. Yəni PUBG açan qutarır. Birdən 2 tur oynadım, 1 saat oldu video, bilmirəm. Ormanda da elə. Yəni ormanda 99 gecə də çəkəcəm. Pakramatmamatı var adamın və ən üst qatındadır. Maalesef. İkinci qatında nə var? Lubin Vizanini zad var. Başqa üst qatında nə var? Şimpanzini var. Əgər çatdıra bilsəm şey çalacağım. Koydum bunun üstüne koydum. Oğrun. Reset atım uşaqlar. Aşam yoxdur. Ayda sivini ilə bombardıyla oğruyub yenə. Oğradım. 1K'lıq oğradım uşaqlar. 1K'lıq. Oha. 1K'lıq oğradım uşaqlar. 1K'lıq uşaqladım. Oğladım. Oğradın. Arada bir sözler ağzımdan çıxmır. Burada uşaqlar bir dəqiqə diyana bilərsiniz. Mən bir dənə şey eləyim gəlirəm. Size bezimlə üzbəüz bırakıram. Bir dəqiqə gəlirəm. Ha uşaqlar. Çox üzr istəyirəm. Videonu da yandıra bilmədim. Nəzarət eləyəsiz deyə. Rebirth atmaq az qalıb ki uşaqlar. Çox az qalıb. Oy, bir qalıq alım ki, yaxşı ka. Səhv elədim deyəsən alıb. Uşaqlar məndən bir şey oğramağa çalışır. Bilmirəm amma mən. Şu anda seviyemiz bir seviyede. Yəni ki, nə üretirlər onu da alıram. 2 zad olsaydı heç olmasa ala bilərdim. Turlu Messo turbo milası var deyəsən. Onun kimi şey var. Messo. Ondan da yaxşı şeyler var. Turlu Messo turbo miladan da yaxşı şeyler var. Bunu beyz açısın uğramaya çalışacağım. Zırt uğrayarsan eşek. Hop. Pullar kasıyorum delice bir. Arada mahnı oxumam gəl. Ağzım öyrəşib ya mahnıya. Bunu uğramaya çalışacağım. Zor şeyler vardı yani ki. Bunun kimi qəşəng şeylərə olan bir şey yoxdur. Çıxdı ya uşaqlar. Çıxdı. Bundan tralala uğrasam. Ama öz bezim asılacaq. Olsa rebirth atsam. Ehtiyacı yoxdur. Ben rebirth ata biləm. Hop.
Rebirth attım. Dostlar, Rebirth attığım için artıq videomuzun sonuna gəlirik. Ümid edirəm ki, çox sevmisiniz videonu. Like atıp abone olmayı unutmayın. Hamınızı öpürəm ürəkdən özdə. Sağ olun dostlar.